Süfrələri, Kəlbəcərlilər də torpaq uğrunda, birlik uğrunda ayağa qalxdılar. Bu dağlar kimi əl-ələ verib, yurdun müdafiəsində dayandılar. Bugün də dayanırlar. Lakin mübarizə itkisiz olmur. Ərənlər öz qanları ilə suvarır torpağı. Şahlar Şükürov kimi. Pusquya düşən maşın karvanını xilas etsə də, özü torpağa qovuşdu şahlar. Kəlbəcərlilər ilk şəhidlərini 1989-cu ilin iyununda torpağa tapşırdılar. 8 körpə, 8 fidan ömrü. Əsir alınmış, erməni quldurlarına parmağa gəlmiş hərbi vertolyotu idarə edə bilməyən Rus zabiti 8 körpənin həyatına son qoydu. Sonra şahlar, Çimnaz və başqaları. Ermənistanla 105, Dağlıq Qarabağla 96 kilometr həmsərhəd olan Kəlbəcər torpağında bugün də qan tökülür, güllələr açılır. Dik yurt yaylağını qoruyan bu gənclərin gecəsi gündüzü yoxdur. Vətən torpağının hər qarışı müqəddəsdir onlar üçün, bütün Kəlbəcərlilər üçün. Gözünüz iti, biləkləriniz qüvvətli olsun, torpaq, qeyrət fədailəri. Allah sizi namərd gülləsindən saxlasın. Bax, biz indi Ermənistanla sərhəddəyik, siz bu qərargahın komandirisiniz. Necədir vəziyyət burada? Hal-hazırda indi vəziyyət pisdir. Elə bizim nə gecəmiz var, nə gündüzümüz. Gecə, bütün gecə, bax bu yolda qalırıq. İsmerlə bir nəfər gedib yatıb, bir gəlirik. Adətən onlar gecə vaxtı, saat 11-12 arası, bir də səhər-səhər bizim postu ateşə tuturlar. Böyük atışma, biz onlara cavab verəndən sonra çıxıb gedirlər. Bu yaxınlarda da bizim mal sürüsünün 60-70 baş mal apardılar çobanla birlikdə. Bir ay saxlayıb sonra qaytardılar, amma mal hələ qaytarmayıblar. Elə oradadır. Kəsimimiz odur ki, gecə gündüzümüz yoxdur. Deməli, belə hadisələr tez-tez, basqınlar, hücumlar, ateş tez-tez olur. Bəli. Elə bu yaxınlarda ayın 22-sində gəlib postu möhkəmə ateşə tutublar. 4 maşın bizim milis nəfərlərin fədəkarlıq nəşəsində quldurlar qaytarılıb, oturulub geri çıxıb gediblər. Rayon gəncləri sərhəddi qorumaq üçün dəfələrlə xüsusi təyinatlı milis dəstəsinin köməyinə gəliblər. Lakin təəssüflə qeyd edək ki, silah və hərbi texnika azlıq edir. Bu barədə düşünməyə dəyər.
qeyd eləmək istəyirəm ki, bir ilə yaxındır ki, Daxili İşlər Nazirliyinin tərəfindən bizə verilmiş 120 nəfər milisçiləri indiki hal-hazırda o qədər gözəl təlim keçib ki, lazımı olan tədbirlərdə elə fəaliyyət göstərir ki, onu başqa ordu heç biri fəaliyyət göstərə bilməz. Mən bir şey qeyd eləmək istəyirəm ki, bu yaxınlarda az müddətdə Dövlət Təhlükəsizlik Komitəsinin bölməsi bizim rayonda açılmağıyla əlaqədar olaraq onun əməkdaşlarına o qədər minnətdaram ki, mütəmadi olaraq bizə kömək edirlər. Həm milisçilərin tərkimləşməsində, həm milisçilərin atəş nöqtəsinin alınmasında, həm müdafiə olunmasında, xalqın müdafiə olunmasında çox gözəl bizə kömək edirlər. Dörd ildir ki, Kəlbəcərlilər mühasirə şəraitində işləyir, çalışır. Lakin Kəlbəcər cavanları əllərini işdən soyutmurlar. Rayon cəmaatı çalışır ki, heç olmasa ərzaqla özlərini təmin etsinlər. Hər il burada kartof və az miqdarda taxıl əkilir. Təəssüf ki, tütünçülük də genişləndirilib. Amma yaxşı olardı ki, cavan qız gəlinlərimiz yalnız kartof və taxıl yetişdirəydilər. Arıçılığın əvvəlki şöhrətini bərpa eləyəydilər. Bizcə arıçılıq rayonun iqtisadiyyatında ön plana çəkilməli. Bu iş daha səriştəli adamlara tapşırılmalıdır. Arıçılarla söhbətdən məlum oldu ki, yeganə arıçılıq savxozunun rəhbərliyi bu gəlirli sahəyə biganə yanaşır. Amma nahaq, rayonun iqtisadi qüdrətini yüksəltmək üçün arıçılıq əvəzsiz sahə ola bilər. Aybət, xahiş edirəm, məni Bakı ilə dolaşdırasınız. Ay qardaş, ilk gündə bizim Bakı ilə əlaqəmiz yoxdur. Ümumiyyətlə, iqtisadi hekara ilə əlaqəmiz yoxdur. Bəli, Kəlbəcərlilərin günü güzaranı belə keçir. İnformasiya blokadası günü-gündən genişlənir. Vəziyyətin isə nə vaxt düzələcəyi məlum deyil. Görəsən, bunun səbəbi nədədir? Bunun bir çox səbəbləri var. Bunlardan ən əsas səbəblərdən biri odur ki, Kəlbəcər rayon Respublika regional rayondur ki, onun ancaq bir qidalandırıcı xətti var. Ağdam-Kəlbəcər xətti. Bu xəttin ümumi uzunluğu 105 kilometrdir. Çətinləşdirib, təmir işlərinin çətin olmasına baxmayaraq, ikinci bir tərəfdən də orada yığışmış erməni yaraqlıları bir neçə dəfə xəttə yandırmaq, qırıb dağıtmaq kimi işlərlə ziyan vurublar və xətti də gedib düzəltmək üçün vaxt çox sərf olunur. Məsələ belədir ki, buradan hal-hazırda bizim Mardakət rayonun ərazisinə getmək üçün mütləq Murov dağından aşmalı, Gəncə, Mirbəşir rayonlarından keçib getməliyik.
bu yolun özünü getmək üçün ən azı 10 saat vaxt lazımdır. Deməli 10 saat ora getmək və 10 saat əgər işin görülməsini nəzərdə tutaq, gecənin də üstünə gəlsək, hər dəfə xəttin bir dəfə dağıdılması 3 gün, 4 gün rayonun qaranlıqda qalmasına səbəb olur. Mühasirə vəziyyətində olan Kəlbəcərlilər üçün elektrikin və telefon rabitəsinin nə demək olduğunu izah etməyə dəyərmi? Bəzən ən mühüm xəbərləri Kəlbəcərlilər 5-10 gündən sonra eşidirlər. Yaxşı ki, rayon icraiyyə komitəsinin təşəbbüsü ilə indi yeni peyk rabitə sistemi quraşdırılır. Bu sistem həm də Naxçıvan Muxtar Respublikasına da xidmət edəcək. Bizcə əlaqədar təşkilatlar bu məsələyə qayğı və diqqətlə yanaşmalıdırlar. Təbiət bu yerlərdən heç nə əsirgəməyib. Əsrarəngiz dağlar, zümrüd meşələr, göz işlədikcə alp çəmənləri. Lakin bu yerlərin ən qiymətli təbii sərvəti isti su, şəfa qaynaqlarıdır. Təkcə bu yerlərinmi? Bütöv Azərbaycanın sərvətidir bu möcüzəli su. Heç şübhəsiz isti su, şəfa keyfiyyətlərinə görə dünyanın möcüzələri sıralasında dayana bilər. Kaş mərhum akademikimiz Mirəli Qaşqay 5-10 il artıq yaşayardı. Onda isti suyun da taleyi başqa cür ola bilərdi. Alimin təşəbbüsü ilə 1968-ci ildə dünyanın 20 ölkəsindən 150 mütəxəssis isti suya dəvət olunmuşdu. Yekdil qərar verildi. İsti suyun öz müalicə keyfiyyətinə görə dünyada analogu yoxdur. Allah sənə rəhmət eləsin, el fədaisi Mirəli Qaşqay. Bəs biz bu əvəzsiz sudan necə istifadə edirik? İsti su mineral su zavodunun aylıq gücü 2 milyon şüşə həcmindədir. Lakin şüşə qabın vaxtında gətirilməməsi ucundan zavod ayda 350-400 min şüşə su istehsal edir. Bu isə istifadə olunan xammalın, yəni su mənbəyinin yarım faizi deməkdir. Deməli, ayda təqribən 1 milyard manatlıq qiymətli su axıb çaya tökülür. Yeri gəlmişkən, xaricə satmaq, valyuta qazanmaq üçün məhsul axtarırıq. Təbiətin bizə bəxş etdiyi hazır nemətə isə üç çeviririk. Daha bir qəribəlik. Zavod dövlətə 5 milyon manat ödənç borcludur. Ona görə də bank heç bir əməliyyat keçirməyə icazə vermir. Deməli, burada işləyən 185 gənc yaxın müddətə öz sosial problemlərini həll edə bilməyəcək. Başlıcası isə zavod istehsal gücünü artırsa, bilməyəcək. Yayın qızmar günlərində isə bir şüşə isti suyun nə demək olduğunu kim bilmir ki? Daha bir məsələ. Rayonda yeni iş yerlərini yaratmaq, işsiz gəncləri işlə təmin etmək üçün müxtəlif planlar hazırlanır. Yaxşı olmazmı ki, axıb çaya tökülən isti su qaynaqları üzərində yeni mineral su zavodları tikilsin. Düzdür, vaxtı ilə isti su kurortunda belə bir zavod var idi. Təzəsi tikilən kimi köhnə söküldü. Dağlar gözəli isti su. Son illər qonaq qaran azalsa da, qayğıların azalmayıb. Vaxtı ilə kimlər şəfa çeşməndən içməyib, kimlər qoynunda dincəlməyib. Şad, xürrəm günlərində şairlər, yazıçılar, görkəmli xadimlər qonağın olardı. İndi inciməyə haqqım var. Dost çətin gündə tanınar. İsti suyun, Kəlbəcərin bu çətin günlərində əsl vətənpərvərlər, millət fədailəri buralara gəlir. Kəlbəcərlilərin qayğılarına şərik olur. Sevindirici haldır ki, son vaxtlar isti su kurortunda
tikinti, abadlıq işlərinə yenidən başlanıb. Burada 53 nömrəli səyyar mexanikləşdirmə və təmir tikinti idarəsi yaradılıb. Qəsəbədə yeni yaşayış binası, mədəniyyət evi, mehmanxana tikilir. Bu həm də ona görə sevindiricidir ki, isti suyun 200 nəfər gənci iş yeri əldə edib. Yeri gəlmişkən qeyd edək ki, isti suda avtobaza, dəmir beton zavodunun tikilməsi vacibdir. Belə olarsa, kurortun tikilməsi sürətlənər. Bu yerlərə yanacağın çətinliklə gətirildiyini nəzərə alsaq, Gəncədə Kəlbəcər rayonu üçün mərkəzləşdirilmiş yanacaq bazasının olması da vacib məsələlərdəndir. Başlıcası odur ki, 27 ildən sonra isti su kurortunda yenidən tikinti işləri aparılır. Gün o gün olsun ki, müstəqil Azərbaycanın xarici qonaqlarını qəbul edəsən isti su. Şurası, 6 ay bundan əvvəl sizin bu sərhəd mədənində olmuşduq. Ondan bəri nə dəyişib? 6 aydan bəri bizim yolların bağlı olması bizim üçün bizdə xüsusi çətinliklər törədir. Amma ekspedisiya rəhbərliyi tərəfindən bizə yaxından köməklik göstərilir. İdarənin rəisi, baş mühəndis, baş geolog bağlı vaxtında bizimlə əlaqə saxlayır. Bura gəlib gedirlər, bizə lazım olan köməkliyi göstərirlər. Bax, sizin orada esinizi gördük ki, gülləlik və kimsələri güllə yerləridir. Ondan sonra baş idarədən gələn olub mu? Baş idarədən gəliblər. Gəlib onlar bağlı vaxtında baxırlar. Bizim əsas çətinliyimizin elə erməni ekspedisiya tərəfindən bizim tez-tez gülləbadan edilməyimizdir. Qızlar, bax, siz kişilərlə Ermənistanla həmsərət yerdə işləməyə qorxmursunuz ki? Xeyr, nədən qorxur? Bura bizim ata-baba yurdumuzdur. Bir dəfə güllə atmaqla biz də qaçaq buradan. Sən necə? Mən də qorxmuram. Qorxmursan? Xeyr. Geologların işlədiyi bu ərazi Kəlbəcərin ən təhlükəli sahəsidir. Kiçik bir kollektiv bütün çətinliklərə sinə gərərək əsl qəhrəmanlıq göstərir. Düzdür, baş idarə müəyyən köməklik göstərir. Bu isə çox azdır. Çünki söhbət torpağımızın qiymətli xəzinəsindən gedir. Torpağın qeyrətini isə sözdə yox, işdə çəkmək lazımdır. Kəlbəcərin başqa rayonlarla əlaqəsi Kəlbəcər, Murov, Gəncə yolu ilə həyata keçirilir. Bu yol isə çox çətin, təhlükəlidir. Minik maşınları burada hərəkət edə bilmir. Vəziyyətdən çıxış yolu Kəlbəcər, Yevlax hava xəttinin açılmasıdır. Düzdür, bir müddət bu xətlə vertolyotlar işləyirdi. Bunu da Kəlbəcərlilərə çox gördülər. Bəhanə də bu oldu ki, mövcud vertolyot meydançası tələbatı ödəmir, yenisi tikilsin. Vertolyotlar isə elə indi də bura uçub gəlir. Tək yağlı müştəri olsun, qonmağa yer tapılar. Hamımızın bildiyi kimi 4 ildən artıqdır ki, Kəlbəcər Mardagöz yolu erməni ekstremistləri tərəfindən bağlanmışdır. Bununla əlaqədar olaraq rayon rəhbərliyi Kəlbəcər, Gəncə və Kəlbəcər Laçın yolunun tikintisi məqsədi ilə geniş proqram hazırlanmış. Həmin proqram Respublika hökuməti tərəfindən bəyənilib təsdiq edilmişdir. Hal-hazırda həmin proqramın operativ həyata keçirilməsi üçün müəyyən işlər görürük. Belə ki, cari ilin sonuna qədər biz Kəlbəcər Gəncə Mirov yolunda və Kəlbəcər Laçın yolunda 7 milyon manatlıq tikinti və əsası təmir işləri
aparmalıyıq. Eyni zamanda hal-hazırda Mirov yolunda 3 ədəd əsaslı körpü tikintisi davam etdirilir ki, həmin körpülərin ümumi smeta dəyəri 1 milyon 400 min manata yaxındır. Ne zamansa bu daşlarla bir dil tapan tapılacaq. Bu daşların, qayaların keçmişini oyadacaq. Ordu qayalıqlar insanlığa qayıdacaq. Bu basılmaz nərlər, ərlər, bu qaya sərkərdələr. Onda vətən sana məni, bir balaca vətən daşı olmayandan olmaz ölkə vətəndaşı. Bəli, müstəqil Azərbaycan yolunda vətən daşı olmağın vaxtı çatıb. El qeyrəti, vətən, torpaq təəssübü çəkən hər gənc, hər qoca cavan bu dağların mərd, güləriz adamları kimi sıx birləşməli. Yurdumuzun gəncliyini, gələcəyini qorumalıdır.